Gəlin bir reallığı danışaq. Heç İlham Əliyevin adını çəkmirəm, qoyuram İlham Əliyevi kənara. Ölkədə məhkəmə sistemindən razısınızmı? Ölkədə polis sistemindən razısınızmı? Təhsildən, səhiyyədən razısınızmı? Bax, neçə nəfər razıdır? İlham Əliyevin heç adını, bax, gəlin çəkmirəm, sual verirəm insanlara. Siz razısınızmı ölkədə məhkəmənin ədalətli keçirilməsindən? İlham Əliyev ölüb bastırmışıq da, elə bir yoxdur. Elə bir olmasaydı daha yaxşı idarə olunardı məncə ölkə. İndi təsəvvür edin, İlhamın heç adını çəkmirəm. Ki, deyə insanlar qorxur, ehtiyat edir, İlham Əliyev yaxşıdır, ətrafı pisdir. Belə yanaşıq da, mən də sizin təbirinizdən bu cür yanaşım. Ölkədə nə qədər insan məhkəmə sistemindən razıdır. Düşünür ki, məhkəmələr ədalətlidir, düşünür ki, məhkəmələr qanuna istinad edir, düşünür ki, məhkəmə şəffaf keçirilir, heç bir rüşvət, korrupsiya yoxdur, heç bir siyasi sifariş yoxdur. Hakimlər vicdanla. Vicdan nədir? Yəni qanunla. Qanun nəyi deyirsə, hakimlər ola bilsin vicdanını itiribdir, amma qanunla işləməlidir. Ola bilsin ki, hakimdən cındırı yoxdur, yer üzündə ən pasletli adamdır, üzr istəyirəm ifadəmə görə ən axırıncı yolun yolcusudur, amma onun işi nədir? Qanuna istinad eləmək, fakta söykənmək. Demək, hakim bir insan hökm oxuyarkən bir insana hakim faktlara baxmalıdır. Əgər o insanla bağlı açılan cinayət işi faktlarla öz sübutuna yetirilirsə ki, fakt bunu deyir ki, bu adam bu cinayəti edibdir və buna görə də dəlillər və faktlar var, o zaman hakim, yer üzünün ən axırıncı olan Azərbaycandakı hakimlər, ən axırıncı adamları olanlar qanuna istinad edirlər. Amma bugün Azərbaycanda budurmu? Yəni bu sistem tətbiq olunurmu? Qanun şahdırmı? Onu bir demək istəyirəm. Yoxsa şahlar yox, cındırlar qanunu miniblər. Bax, bunu bir demək istəyirəm. İstəyirəm ki, insanlar İlham Əliyev yaxşıdır, ətrafı pisdir. O mifindən çıxsınlar. İlham Əliyev yaxşıdır, ətrafı pis ola bilməz. Təsəvvür edin ki, ölkədə məhkəmə sistemində yığılan rüşvət, bütün sahə o vəziyyətdədir, ha. Amma məhkəmədə yığılan rüşvət bəlkə də bütün sahələrdə yığılan rüşvətdən daha çoxdur. Bəs bu yığılan rüşvətləri hakim hamısını yeyirmi? Hamısını özü aparıb evinə mi yığır? Təbii ki, yox. Siz bilirsiniz ki, ölkədə əgər birini yeyirsənsə, onunu yuxarı verməlisən. Bu cür işləyir də sistem. İlham Əliyev də məhkəmədən prezident aparatına göndərilən rüşvətləri qəbul edəndə, prezident aparatı İlham Əliyevə bu rüşvətləri göndərəndə İlham Əliyev anlamalıdır ki, ölkə rüşvət korrupsiyaxanadır. Ölkə özbaşınalıqdır. Ölkədə hakimlər insanları soymaqla məşğuldur. O zaman İlham Əliyev yaxşıdır, ətrafı pisdir. Fikri yanlış bir fikirdir. İlham Əliyev deyir, balıq başdan iyilələr. İlham Əliyev korrupsiyanın başında duran şəxsiyyətsizdir.